Dağı dolana dolana geldik bir yamaca. Saşır olurdu bu yamaçda, yoxdur. Ot belə yaxşı inkişaf eləməyib. İran qılıncıdır, kəngərdir, zambaqdır. Yerimək də olmuş. Kəngərin tikanlar adamın qolqısını deşik-deşik eləyir. İran qılıncıdır, lalədir. Çiçək boldur, bizə lazım olan saşır yoxdur. Deyirlər saşırı get bu il biç, anı saşırır. Bizim üçün desin gəzinti oldu. Bir-iki dəstə tapmışıq, ancaq ondan bizim yaramız sağalmaz. Ayhan yorulmuşsan deyəsən. Yorulmamışsansa get çaydan su götür gəl. Mənə gətir. Çaya gedə bilərsən, qayıtmaq çətin olar. Gedir orada 2 dənə armud ağacı var. Ardıq. Onların dibindən də baxaq. Oradan bir-iki dəfə yaxşı saşır yığmışam. Amma bizdən qabaq da bir nəfər yamaçda saşır yığıb, tərləyib, çıxadıb köynəyin qurudur. Mən başqa cür təsəvvür edirdim bu yamacı ki, otdan yerimək olmayacaq, ot inkişaf eləməyib. Hər gözəlin bir eybi var, yağıntılı ilin də eybi budur. Hava soyuq olur, ot gəlmir. Sonra birdən istilər düşür, otlar yeşərləyir, bir barmaq boyunda qalır. Dağlarının başı qardır, ağırpəyin buludlardır. Qədim bir keçmişin vardı, bilinmir yaşın sənin. Nələr çəkmiş başın sənin. Bu yamaçda dəfələrlə qoyun otarmışam. Çətindir burada oturmaq. Gərək qoyunun istiqamətini əvvəldən təxmin eləyəsən, 2 nəfər yaxşı otara bilir. Bu yamacını ötürürsən, üzü dolaya geçsin, o da qayalara tərəf bir qismi qayıdır o yamaç. O yamaçdan da dolanıb gələrlər, ancaq adam ehtiyat edir canavardan. Yerime olmuş yamaçta, iz düşmüyor. Koyun səhilimi dolubdur. Yağışdan sonra da torpaq yumuşaqdır. Har ayağa atırsan sürüşür. Onun üstüne mən geçmişəm, ay məsləhət olsaydı qırardı. Bax bu üstə yamaçda nə qədər var. Sənə qalsan hamısını yığarsan, bir balon saşırın olar. Mən balaca olanda elə eləyirdim. İlqar əmin mənə saşır apardı 82-də, 83-də. Mən arxasınca gedirdim, o yaxşıların yığırdı. Qart qurtunda mən yığırdım. Gətirdi evə, mənimkilərin hamısını atırdılar. Yaxşı yerlərini bilirdi. Bir günə 2 balon yığırdıq. 2-10 kiloluq balon. Mən özüm elə tək başına bir dəfə 57 dəstə yığmışım. 20 dəstə, 22 dəstə bir balondur. 10 kiloluq balon. Bir dəfə 18 kilo yığmışım. 13 dənə 3 kiloluq balon olub. İndiki pulla 35 manata var, gələk 13. 350.
455 manat. 2 dəfə keçsən dirilik rozindir. Bir aylıq. Ancaq bugün çox həvəslə gəldik, tapa bilmədik. Yoxdur. Sənin ayağındandır. Get təzdən gəl. Gecə də olmusan günüz. Ayağın ağırdır. Əlin yüngül olar. Birinci çaşırı sən dərməliydin. Elə elədin? Onda çox tapmalıydı. Ayhan aşağıdakı ağacı tanıyır. Ardışdır. Kəskin iyi var. Zəhərlidir. İlan onun dibində olmur. Rahatca gedib onun dibində yata bilər. Mən də elədim. İlan getmirsə demək bilir ki, getmir. İğne yarpaqlı ağaçdır. Əzirsən yarpaqların bir kəskinliyi var. Əgər tövləyə ilan giribsə, bunu qanatlarından aparıb atırsan tövləyə, iğnedən qaçır ya da yandırırsan. Yağlıdır yarpaqları, yaş-yaş da yanır. Şamın bir növüdür məncə. Mən oturmuşam bu yamaçda. Sən gelirsən konus zirvədə papaq olub yerləyirsən, mən şəkil çəkirəm, qayıdıb gəlirsən. Nə deyirəm? Yaxşı, yaxşı. Bir dəfə də yaman dedi, ha? Ancaq güneylər bu tərəflərdən daha güllü çiçəkli görsənir. Harada biraz torpaq var, sarı çiçəklərlə doludur. Görürsən Ayhanın dağları, o yamaçları, qarış-qarış gəzmişəm. İzlərimi qar aparıb, yağış suyu itirib. Ancaq xəyalımda qalıb. Hə, iki. Sımxanı da qırradırsan yamazdın, ha? Bir dəfə də yaşamışdım. İçində telefon, onda da getmişdim onda. Eyni çanta. O 2010-cu ildə idi, 11 olardı. Qağdan düzün yamazında kəhliyotu yığırdı, çanta diyirləndi, getdi. Sonra yağış yağdı. Girdik kolun dibinə. Neçə yaşın var? 5 yaşın, 6 yaş. 2014'ten aşağı idi. Çünki sıradan bir telefon idi, 6700 Nokia. 2009'da almışdım onu. 2009-14 arası. 14'ümüş. O çantanı Fuat Bakıdan gətirmişdi 14'te. Tapdım. Neçə yaşın varmış? 9. 9 yaşında sən bundan fərasatdaymışsın. Dağlar səndən sorulmuş. Özün seçəbilir. Neyini Gedə. bir dənə su içək. Düşək bu yamacından geçək güneyə. Oranı dolana gedək qotur suyun üstünə. Yenək dəriyə pırt-pırt çəkmədən bir video çəkək. Dağların düzün qumlağı ilə evə tərəf istiqamət ağ. Peşmansan gəlməyə bu gün? Yox. Çox maraqlı görüntülər var, gözəldir. Sənə çox məlumat verə bilmirəm. Ona görə ki, dinləmək istəmirsən. Bu dərənin aşağısında bir arxaş var. Molla Əlinin arxacı deyirlər. Bu dərəyə həm də Zirişli dərə deyirlər. 1992-nin payızı idi. Mən Bakıdan gəlmişdim. Noyabr ayının 6-sı. Gəldim ki, papam evdə yoxdur, gəlib burada qoyun növbəsinə. 10 qoyun bir növbə idi, 2 gün qalmalıydı. Bir gecə qalıb. Mən də axşam biraz da isti yemək, çay götürdüm. Gəldim, gördüm papam heyvanları gətirir arxada. Arxaca qatdıq, yağış başladı, nə başladı? Həmin gecə bir yerdə gecələdik burada. Səhər tezdən mən getdim, papam qoyuna otardı. Axşam təhvil vermişdi Həmdullah dayına, Yaşar dayıya. Gəldi, bizim növbədə başlayan yağış 3 gün kəsmə. Aramsız yağdı.
Oldu noyabr ayının 9-u yenə yağır. Noyabrın 10-u tezdən durduq ki, yarım metr qar var. Bəs neyniyək? Xəbərləşdik ki, gedib heyvanı gətirməliyik. Kimin heyvanı var idi arxaçda, düzəldik yola, hər evdən bir nəfər, 2 nəfər. Qağdanlı dizə qədər gəldik, gördük Şəmdullah dayı ilə Yaşar dayı da heyvanı çəkib gətirirlər kəndə. Orada bir süfrə açdıq, yedik, içdik, dedik, güldük. Heyvanı gətirdik tövləyə. Həmin gündən heyvan bağlandı tövləyə. Hər gün, hər həftə nə qədər qar yağırdı. Yaza qədər, mart ayının başına qədər heyvan çıxmadı. Həm çox qar yağdı, həm soyuq elədi. Qarın çoxluğundan evlərin dam örtükləri sındı. Bizim dam örtüyün ağaçları nazik idi. Papamla çıxdıq. Qarı kəsib kürəyindən atırdıq aşağı. Yarısını eləmişdik. Bir-iki dənə də şiferi ayıqladım, sındırdım. Qaş düzəldən yerdə vurdum, gözü də çıxartdım. 7 dənə strapı ilə sınmışdı. Elə uzun müddət yerə qaldı. Altına dayaq vurdıq. Sonra evin şiferini dəyişəndə söktük onu. O qədər qar mən görməmişəm qışda. Qışda yağıb, əriyib, ancaq o qar heç ərimədi. Ən axırıncı qar hansı əridi? Noyabrın 9-unda yağan, yoxsa mart ayının 29-u yağan? Ən altda qalan ən gec əriyəcək. Yadında saxla o elə. Yazdakı bir yaz oldu. 92 dedim. 92. Yazı bir yaz oldu. 92'de oldu. Geçtik 93'ün yazı oldu da. Qağdanlı düzün yağı yamacı suyun çoxluğundan ağnadı getdi çaya. Neçə cəviz vardı. Onlar yamazla, yarğanla birlikdə getdi. Onların da kəsdiyi odunu elədi. Yarğan bir dəfə də gəldi. Odunlarımız apardı, tökdü çaya. Ay Hazarat, gəlin sizə söyləyim, elin göz yaşları sel oldu getdi. Nə ağa, nə nökər, nə bəy, nə paşa, hamısı bir-birinə tay oldu getdi. Oradan düşdü bir şeir yadıma. Deyəsən Aşıq Ağaların şeiridir. Onlar da orada. Hansı? Orada yamaç qara. Başda. O tayda, bu tayda. Qara deyəndə qara daşlardı, səli yamaçlardı. Sən hara deyirsən? Mən bəlkə görmürəm. Qarşı tərəf. Qazılmış bir yer var. Oraları yeni qazıblar. Tunellərin ağzıdır ora. Su elektrik stansiyası tikəcəklər, tikmədilər. Qara bir yer var. Gəl yavaş-yavaş keçək təpəni bu tərəfə. Hər tərəfi gəziblər qarış-qarış. Adam izləri, at izləri. At izi qarışıb it izlə. Yəqin ki, neçə dəfə gəlib buraların saçını yığıblar. Bizim qismətimizdə yox idi. Elçin də gəlib yamaçda. Təhdük tapır da ona mane olmuruq. Biz başqa istiqamətdə gedirik. Bu tarixdən hamısını yapmışlar. Əlamətlər tarixlərdə. Elə bir dəfə olub keçməyib. Bəzən gecələr yatıram. Fikrim, xəyalım gedir keçmişlərə. Onları təkrar edir. Ona görədir. Tiri kəndinə gedən M hərfli yol. Yoxsa Edi. Aşıb da, M hərfi aşıb sol tərəf isə düşüb. E də ola bilər. Ancaq E-nin aşağı tərəfləri qışları çox uzundur. Riyaziyyatda cəmi şərəsi var. Yer aşağısından N yazasan, üstündən I yazasan da. Bəlkə eləyəm. Dağlar dumanlandı, bulutlandı.
Hey dəvə yal, düşdüm daha belindən, ovçar cığır, çıxdın daha əlimdən. Balam çiçək, bir də öpüm telindən. Salamat qal, salamat. Qalsın salamat. Qalsın. Gedək hələ bilmək olmaz. O bir təpələrdən də video çəkərik. Dağlar salamat qalsın. Biz də sağ salamat yolumuza davam edək. Getdik, yolcu yolunda gələk. Şuraya o tərəfə sonra olacaq. İşıq gələn tərəfə gedək, yoxsa iç səsi gələn tərəf? Şuraya sən. Gedək üzü küləyə. Mahnısını bilirsən? Bəli. Oxu görək. Şuraya yüzü şuraya. Sevgilim tut əlimdən, Gedə yüzü şuraya. rahatlıq gəzmirəm mən. Gedək üzü küləyə. Qoy yaşarsın gözümüz, bükülməsin dizimiz. Gedək üzü küləyə. Bu cır səsimizlə istəyirik ki, nəsə yaradaq ya. İnsan yaratma. Getdik, salamat qal. Sağ ol.